Bu videomuzun qəhrəmanı kürə. Baxın, indi bu videodan sonra kürə səhvsiz işləyəcəksiniz. Bəli, gördüyünüz kimi addım-addım necə etdiyimi, yəni kürəni necə qurduğumu sizə bu videoda tam aydın şəkildə başa salacağam. Yəni çox sadə variantını da göstərəcəm, sırf qaydasını da göstərəcəm. Yəni sizə hansı metod asandırsa, onunla da edə bilərsiniz. Yəni orada heç bir müəllim deməyəcək ki, belə bunu niyə eləmirsən, ona niyə eləmirsən. Əsas burada nəticədə bizə önəmli olur və gedişat əgər düzgündürsə, mütləq o nəticədə uğurlu olacaq. Gəlin indi başlayaq. Deməli uşaqlar, kürəni niyə əksər uşaqlar əyri-üyrü çəkir? Çünki əsas məsələ qurmasını tələsik eləyirsiniz. Avtomatik ştrixə qaçmamalısınız. Qətiyyən. Ştrixləməyə nə var? Formanı verirsən, işıq kölgənin yerini təyin edirsən, başlayırsan artıq ştrixləməyə. Amma sən bünövrəni düzgün qoymasan, nə ştrixli eləyirsən elə, onu necə həcmli göstərirsənsə göstər, sən qurman problemli oldusa, deməli sən kürən əyridir, sınıqdır, qırıqdır, hər şey. Ümumiyyətlə, birinci nə eləyirik? Bəli. Kürəni kubun içərisində biz işləyirik. Ona görə biz ilk dərsimizdə mən istəmədim kürəni başlayaq. Amma dedim ki, yox, ən yaxşısı uşaqların ən problemli yaşadığı elə kürə olduğuna görə kubla başlamayaq, kürə ilə başlayaq. Kubda bildiyiniz kimi uşaqlar 4 tərəfin 4-ünə bir-birinə bərabərdir. Ona görə bu xəttləri qoymuşam burada. Bərabərlik işarəsidir bu. Bərabər olduğuna görə əsas məsələdə mən bilirəm ki, mən bunun içərisinə çölünə, yəni kub işləsəm, bunun toxunan hissələri bunu göstərir ki, mən bu metoddan düzgün istifadə etmişəm. Yəni, görürsünüz ki, hər yeri toxunur. Bu hissə bərabərdir üst hissəyə. Çox sadə. İndi, çox da uzatmayaq, əsas məsələyə. Sən də, mən də karandaşını götür. Sanki onlayn dərs keçirmiş kimi bu dərsimizi daşıyaq. Uşaqlar, karandaş yonmay məsələsinə də zaten kanalda var. İstədiyiniz nömrəli karandaşdan istifadə edə bilərsiniz. Çalışın, türdə olmasın. Qurma bünövrədə açıq etməyiniz. Açıq, yəni HB, H ola bilər. H biraz cızır vərəqi. 2B, yəni çox da ştrixlər əsasən istifadə edə bilərsiniz. B, yəni sizə əsasən hansı asandır, bunlardan istifadə edə bilərsiniz. Yəni, indi əsas məsələ keçək. Qurmada uşaqlar deyir ki, müəllimə, kompanovkanı mən necə edim? Mənim hal-hazırda qarşımda olan A4 formatdır. Və mən ölçüdə bilirəm ki, sağ hissə bərabərdir, sol hissədə ara məsafələr daim bir-birinə bərabər olmalıdır. Mən bu boyda götürməyəcəm. Əlbəttə ki, vərəqimin ölçüsünə əsasən mən bu kubun enini daraldıram. Və pozan məsələsinə gələndə uşaqlar deyir ki, mənim hansı pozanı istifadə edirsiniz? Mən bu markadan istifadə etmişəm. Hətta bunu mən bölmüşəm uşaqlar. Onun tam versiyası, baxın budur. Mən bunu sizə tövsiyə edirəm. Yəni, çox qəşəng pozandır, forması da asandır. Lazımsız o xəttləri də itirir, silir. Yəni, biz məsələn işləyəndə necə olur? Mənə lazım olan xəttlər də gedir. Təzədən yenə onu qurmaq üçün, eləmək üçün vaxt gedir. Ona görə ehtiyac yoxdur. O pozanın forması daha önəmlidir. Nəysə uşaqlar, mən eynini təqribi qoydum. Vərəqimin ölçüsünə əsasən. Baxın, sağ-sola bərabərdirmi? Baxın. Ölçmədə götürüb də, baxın, bərabər deyil. Görürsünüz, burası çoxdur, burası azdır. Ona görə nə edirəm? Yaxınlaşdırıram. Bir dəfə də yoxlayaq. Aha, baxın, oradan, buradan çoxaldıram. Əsas məsələ nədir? Kompanovkada mərkəzdə yerləşməlidir. Kompanovkanı səhv elədiniz, zaten 2 bal gedirdi oradan uşaqlar. Kompanovka önəmlidir. Yenə isə millim. Bunu tapdım. Avtomatik mən kürəmin hündürlüyünü də tapmış oluram uşaqlar. Baxın, hündürlüyünü necə tapıram. Götürüb əlimə xəttkeş götürməyin ha uşaqlar. Barmaq falan orada işləmir. Uşaqlar deyir, heykəl işlənmir. 4 barmaq yuxarıda, 4 barmaq aşağı. Uşaqlar, hər kəsin barmaq ölçüsü fərqlidir. Baxın, mən burada mərkəz xəttinin hündürlüyünü də qoyuram. Baxın, belə daha asan olacaq. Baxın, yuxarı ilə alt hissəsi. Bax, burada təqribi xəyali bir başı. Mən birinci hissə qaydasını göstərəm, sonra ən asan yolunu da göstərəcəm. Bu hissə bərabərdir bu hissəyə. Sağ, sola. Onun üçün də nə lazımdır? Mərkəz xətt əlbəttə ki. Mərkəz xəttdə çalışın, tam mərkəzdə olsun uşaqlar. Sağ, sola mütləq bərabər olmalıdır. Onun üçün nədən istifadə edirik? Karandaşın özündən istifadə edirik. Baxın, şu. Sonra isə bu toxunma üçün, köməkçi xəttlər üçün. Və uşaqlar, imtahanda da bu səhv etməyin.
əyri-üyrü xəttlər ola bilər, amma əsas mənim bu toxunan hissələr var ya, onlar tam aydın olmalıdır. Köməkçi xəttlərim tam aydın olmalıdır. Mən gedib də, ay müəllim, mən bu xətti səliqəsiz elədim. 5 dəfə bunu pozsam, sən imtahanda vaxtla yarışırsan. Sən bunu evdə məşq edə bilərsən, okey. Xətt məşqi et, zigzaqlar et, o tam başqa bir şeydir. Amma götürüb də sən imtahanda vaxt gedir, ayda bu xətt düz getmədi. Mən tezmin girim bunu təzədən silim. Yox. Əsas odur ki, sən ölçülərin düzdür. Burada əyri-üyrü ola bilər. Zaten mən bu sadəcə bilməliyəm ki, bu komponovka necə olmalıdır? Əsas məndə zaten tünd elədiyim hissələrdir. Və bu 4 xətti qoydum. Sonra isə bu tindən bu hissəyi çarpaz bir xətt atıram. Sanki güşəli, 8 güşəli bir ulduz kimi fikirləşin bunu. Mənim buradakı məsafəm, mərkəz xəttdəki məsafəm plus bərabərdir, burayla bərabər olmalıdır. Mən onu nə edirəm? Çubuqdan da istifadə edə bilərsiniz. Xəttkeş qətiyyən olmaz, zaten imtahanda qoymayacaqlar. Uşaqlar hətta kartlarını, şəxsiyyət vəsiqələrini istifadə edirlər xəttkeş kimi. Qoy orum əhrəliyə çatmayaydı uşaqlar. İnsan həyəcanlana bilər, amma idarə etməliyik də özümüzü. Baxın, bu buradan oldu. Üst hissə. Buranı zaten bilirik. Bunu götürürüm. Mərkəz xəttdən. Tak fırlatdım buraya. Buradan olmalıdır. Gördünüz necə sadə. Bunu buradan təkrarlayıram. Mənim göz dəyarı bildiyimə görə hədəfə işlədiyimiz görə. Fişo. Artıq nə edirsən? Nöqtələri birləşdirirsən. Çox sadədir. Yəni bunu və burada uşaqların belə yanıqlı olan hissəsi ki var uşaqlar. Bu xətti mən burada çəkdim ha. Burada göstərirəm. Xətt çəkdim. Bu nöqtəni də qoymuşuq da bu nöqtədir. Uşaq gedir bu düzbucaqlının bir kvadrata çəkməmişik. Kvadratın boyunca gedir belə. Bunu etməzlər. Sən bunu xətti qoydun, nöqtəni də qoydun. Sən buna toxunub qalxmalısan yuxarı. Baxın belə. Yəni bu düz xətti izləməməlisən. Artıq sən kürə çəkmiş olmursan. Kvadrat əyri-üyrü bir şey çıxır ortaya. Uşaqların ən belə problem yaşadığı hissə budur. Ona görə deyir müəllimə, mən bu hissəni bir bərabər eləmişəm. Bunu 1000 dəfə ölçdüm. Ölçür də uşaq göstərirəm də. Sonradan deyir, müəllimə siz bunu deyirsiniz. Deyirəm mən da nə deyirəm sənə. Baxın belə. Biləyin oynamalıdır. Baxın, toxundum. Bu xətti izləmirəm. Qalxır, aşağıya düşürəm. Sonra burada. Baba, necə eləyirəm? Şu. Artıq bu hissəni birləşdirmək, yəni uşaq işləri. Zaten ikinci metodda bundan danışacağım. Birincisi göstərim. Və uşaqlar, quruması, ştrixlənməsi ayrı bir videoda olacaq. Mən istəyirəm ki, uşaq axtaranda, məsələn, YouTube-da, məsələn, kürənin qurulma qaydası, birbaşa qurma qaydasının olan videonu izləsin. Ştrixləmə qaydasında da, yəni, əgər bu videonu xoşunuza gəlsə, desəz ki, müəllimə faydalı idi həqiqətən, səhvsiz formada işləsə, mən bunu ştrixləmə versiyasında atacağım sizə. Və bunu belə edirsiniz, sonra əlavə xəttləri pozursunuz və digər ikinci metodda artıq siz yəni vaxt itirməmək üçün, zaten mən dediyimi, mən artıq göz dəyarı bilirəm, bu xətti buraya heç qoymağa ehtiyac yoxdur, yəni ölçməyə ehtiyac yoxdur da, mən göz dəyarı bunu ölçürəm ha. Orada artıq siz vərdiş halını almalısınız. Rəssamlıq elə bir şeydir ki, uşaqlar, bir dəfə karandaşı atdın, problem yaranır. Hər bir sahə belədir. Vərdiş halına çevirməlisiniz. Mənə əsas olan xəttlər, bu iki xəttlər. Aşağı, yuxarı. Şaquli və üfüqi xəttlər. Yəni mərkəz xətt, bir də tən ortadan ayrıldığımız xətt. Qaraldıram ki, bu iki əsas xətt və bu toxunan hissələri mən bildimsə, bu əlavə köməkçi xətt dedim, buna ehtiyac olmur. Mən işləyəndə daha asan olur. Nəyə görə deyirəm? Mən demədim, məsələn, bu toxunma hissəsini demədim. Sən avtomatik bunu qaydanı bildikdən sonra, belə elədin, uzadırsan da, biləyin oynayır axı sənin. Altı da belə elədin. Bu hissəni birləşdirmək asan olur. Mən indi bunu göstərim ən yaxşısı. Məsələn, mən bu pozuram. Mən demədim, buradan toxunur uşaqlar, buradan toxunur. Belə apardım. Əlbəttə ki, bu xətti bilindirməliyik uşaqlar. Bu əsasdır ya. Deyirik ki, əsas deyil. Yəni, qüsursuz olmağa əsas deyil. O xətt olmalıdır. Köməkçi xəttlər bizim işimizi asanlaşır. Zaten adından da bilinirdi. Baxın, mən toxunuram. Belə getməlidir. Belə də yəni. Eləyirəm. Bu uzanır axı. Bu da uzanır. İşte bunu buradan birləşdirmək çox asan olur. Görürüz. İndi onu 5-6 dəqiqə pozun. Yox, sən məşq edib girəcəksən imtahana. Bu qədər sadə formada qurdum. Ümid edirəm ki, sizin üçün faydalı bir video oldu. Qısa etməyə çalışdım.
Yəni çox sadə bir dildə başa salmaya çalışdım. Hər birinizə uğurlar. Məşq etməyi və məşq etməyi unutmayın. Çalışmaq, çalışmaq, çalışmaq. Uğurlar hər birinizə. Digər videolarda görüşənədək və bunu da deyim ki, kanalda digər qabiliyyət imtahanı ilə bağlı hər bir antik baş heykəli də görə bilərsiniz və bunu da deyim ki, uşaqlar, əgər siz akvarel texnikası ilə də yəni imtahan verəcəksiniz də, natürmortun qurulması olsun, onunla da bağlı çalışacağam ki, kanalda videolar olsun. Əksəriyyəti kanalda antik baş var deyə istəyirəm ki, tarazlığı, balansı qoruyaq. Hələlik.